Salam, hər vaxtınız xeyir müəllimlər. Koderadan kompüter şəbəkələri bölməsinin 12.3 açıq tipli suallardan and or məsələlərinə baxaq. 17-ci sual. 17-ci sualda bizə verilibdir cədvəlimiz. Bizdən nə istəyir? Armud and alma sorğusu üzrə təxmini neçə min səhifə tapılar? Deməli, armud və almanı istəyir. İlk növbədə baxaq. Cədvəlimizdə alma ilə heyvanın əndini veribdir. Armud or heyva 125 verib. Deməli, armudla or heyva 125-dir. Baxaq ki, armudla heyvanın kəsişməsi varmı? And nəyə bərabər idi? And armudla heyvanın cəmindən biz çıxmalıyıq oru. Armud 70-dir, heyva da 55-dir. 70 plus 55, bundan oru çıxsa 125-i. 70-55, 125-dən 125 çıxanda 0 verir. Deməli, armudla heyvanın kəsişmə nöqtəsi yoxdur. Bunu müəyyənləşdirəndən sonra ki, onların kəsişmə nöqtələri yoxdur, daha sonra biz dairələrimizi qeyd edək. Deməli, bu bizim bir dairəmiz. Bunların kəsişməsi olmadığına görə dairələri bu şəkildə qeyd edirik. Armud burada qeyd edək, yəni armudla heyvanın əndi olmadığına görə armudu burada qeyd edək, heyvanı burada. Burada da almanı qeyd edək. İndi baxaq. Nə verir bizə? Alma and heyva 45-dir. Alma ilə heyvanın əndi. Ənd olan ərazi, bax bu ərazimizdir. Buranı bizə verib 45. Bunları qeyd edək qiymətlərin. Armud demək 70-dir. Alma 85-dir. Heyva da 55-dir. Alma or, armud or, heyva 150-dir. Deməli, orların veribdir. Hər üçünün oru 150 qeyd olunubdur. Alma ilə heyvanı yazdıq. İndi digərlərini tapaq. Bizdən də armud and almanı istəyir. Yəni, bax, alma ilə armudun and olan hissəsi bu ərazini istəyir bizdən. Bunu bilmirik. Bura bir dənə x qeyd edək. Bura qalır belə. 70 çıxılsın x. Burada açıq şəkildə yazaq. 85 çıxaq x çıxılsın 45. Burada da qalır 55-dən də 45, 10. İçlərinin cəmi bizə oru verir. Yəni 70 çıxaq x plus x plus 85 çıxılsın x plus 45 plus 10. Orada bizə 150-ni verir. 150-ni. İndi burada xısarlarımız gedir. Qalır burada 70, 85. Bunlar da getdi. 70-dən 85. O da 10. 165. 165 çıxaq x bərabərdir 150-yə. Buradan x-imiz də bərabər olar 15. X hansı ərazi idi? Bax, bura. X-i burada qeyd eləmişdik. Deməli, armudla almanın əndini tapdıq 15. Davam edək. Bir də 24-cü sual. Sualda baxaq. A and B verilibdir. Hər üçünün kəsişmə nöqtəsi var. A, B, C. Hər üçünün kəsişdiyi ərazi 108-dir. Hər üçünün kəsişdiyi ərazi bu hissədir də 108 veribdir. A and B 274-dür. Bütöv, bax bu bütövlükdə bu dilim. Dilim 274-dür. 274-ün 108-i burada olarsa, demək bura qalar 166-sı. Bütövlükdə bu dilim eləyir 274. Daha sonra nə verib bizə? B ilə C-nin əndini istəyir. Demək, B ilə C-nin əndini istəyir. B-ni deyir kəsişdir A or C ilə. Baxaq görə A or C hansı yerə ərazidir? A ilə C-nin oru. Buradan başlayar. Başqa bir qələmlə baxaq. A or C. Bu dairə. Bunu C ilə A or C-dir. Bunu B ilə kəsişməsi. B ilə kəsişən ərazisi hansı hissəyə düşür bizə? Baxın, bu ərazinin B ilə kəsişən hissəsi düşür bura. Bunu başqa bir qələmlə yazaq. Bax, bura. Baxın, bu ərazi. Bu ərazini bizə verib 467.
467. Bizdən nə istəyir? B ilə C-ni istəyir. B ilə C-ni istəyir. Bax, bütöv bu dilimi istəyir. Bütöv bu dilim. Buranı ilk növbədə buranı tapmalıyam. Bura bir dənə x verək. 166 plus 108 plus x bərabər edərik 467-yə. Bunları da cəmləsək 274. 274 plus x bərabərdir 467-yə. Buradan x-imiz bərabər olar 193. Aha, biz x-i tapdıq 193. X-i, yəni cavab 193 deyil. X-imiz 193-dürsə, bizdən istənilən ərazi haradır? Bax, bir dəqiqə. Bizdən istəyir ki, B ilə C-ni istəyir. B ilə C, bax bu hissəni istəyir. Buranı rəngləsək. B ilə C-ni istəyir bizdən. Buranı 193 tapdıq. Bu da 108. Yəni 193 ilə də 108-i toplasaq bizə verər 301. 24-cü sual. 25. 25-ci suala baxaq. A-nı, B-ni, C-ni verib. Yenə A or C-ni 750 veribdi bizə. Baxaq, A ilə C-nin əndi varmı? A and C bərabərdir. A ilə C-nin oru 750-dir. A ilə C 250 A-dır, C-də 500-dür. 250 ilə 500-ü toplayıb biz orunu çıxsaq, 750-ni çıxsaq bizə verər 0 verər. Deməli, onların kəsişmə nöqtəsi yoxdur. A ilə C-nin kəsişmə nöqtəsi yoxdur. Bunu müəyyənləşdirəndən sonra digərlərini tapmaq rahatdır. Qeyd edək, bura A yazaq, C ilə kəsişmə nöqtəsi olmadığına görə C-ni burada yazaq, burada da B-ni yazaq. A-nı bizə verib 250, B-ni verib 200, C-ni də 500. C-də 500-dür. A ilə B 20-dir. Bura 20 veribdir. B ilə C 10-dur. Burada 10 veribdir. Bizə nə istəyir? Hə, or istəyir. Orada bunların hər üçünün orunu tapmalıyıq. 250-ni, bütöv bu dairə, A dairəsi 250-dir. Bunun 20-si burada olanda 230-u da burada olur. Bu B bütöv bir dairə 200-dür. 20-si burada, 10-u da burada olanda bura qalır 170-i. 500-ün 10-u burada qalanda bura 490 olur. Yəni 490-la o bütövlükdə bu dairə bizə 500-ü verir. İndi bunları cəmləsək 230 plus 20 plus 170 plus 10 plus 490. Bu da bizə verir 920-ni vermiş olar. İndi isə baxaq, davam eləyək. 26. 26-cı sualda da demək, hər üçünün kəsişmə nöqtəsi var. Bura yazaq A, D, bu. Bura budur. Burada bu, banımı. Hər üçünün əndi 120-dir. Kəsişmə nöqtəsi. A, deməli, adı ənd budur. 335-dir. Deməli, bura bütöv bir dairə. Bizə 335 verib. 335-in 120-si burada olanda burada da qalır 215-i. Sonra adıpı ilə deməli banım bunu əndi 235-dir. 235 bütöv bu dilimdir. Baxın, bütöv bu dilim 235-dir. 120-si burada olanda burada da qalır 115-i. Bizdən nə istəyir? Budu ilə banımın oru. Baxaq görək buranın oru haradır? Bax, buradan başlayır. Oru. Bax, bunların orudur. Bunu deyir kəsişdir bunu ilə. Adıpı ilə kəsişdirməsi, kəsişmə nöqtəsi lazımdır bizə. Aha. Kəsişmə nöqtəsini, bax, kəsişmə nöqtəsi hansı əraziyə düşür? Bunu başqa bir qələmlə qeyd edək. Deməli, baxın, kəsişmə nöqtəsi buradır. Ənd eləyəndə bura düşür. Bizdən də buranı istəyir. Buranı da tapaq. 215 burada. 210, 120 daha doğrusu burada. 115 də burada. Bunları cəmləsə bizə verər 450-ni. Deməli, 26-da cavab olar 450. Davam edək 27-ci sualla. 27-ci sualla davam edək.
27-ci sualda da yenə bizə nə veribdir? A-nı verib. A or B 800-dür. A ilə B əndi bu qədər verər. A or C. Aha. Bir də bizə dairələrimizi qeyd edək. A 500, B 600, C 700. Bunu tapdıq. Bizə nə veribdir? A or B 800-dür. Deməli, A ilə B-nin oru 800-dür. A ilə B-nin oru. Yəni, bax, buradan başlayır. Bütöv bilə bir 2 dənə dairəsi. 800-dürsə, A or C 1000-dir. Demək, bu isə bizə 1000 veribdir. Yəni, belə, A ilə B-nin əndini tapaq ki, A ənd B nəyə bərabərdir? A ilə B-nin əndi. Yəni, bax, bu ərazini tapaq görək nə qədərdir. A ilə B-dən 500 plus 600. Bundan çıxarıq oru. Oru da bizə veribdir 800. 800. Çıxanda alırıq 300. Demək, bax, bunu A ilə B-nin əndini aldıq 300. 300. İndi A ilə C-nin orun veribdir. Bax, A ilə C-nin oru. Bu dairədir. Buradan gəlir bura qədər. Birləşən bir ərazini. Bizə veribdir orun 1000. Əndini tapsaq, A ənd C bərabərdir. A ilə C 500, 700. 500 plus 700, 1200. Bundan da 1000-i çıxsaq, bizə qalar 200. Deməli, A ilə C-nin əndi. Bura ərazini biz tapdıq 200. 200 tapdıq buranı. Baxın, 200 belə qeyd edək. Və bizə nəyi veribdir eyni zamanda? C-ni A or B ilə əndini 200 verib. Baxın, A or B, hansısa bir qələmlə qeyd edək. A or B. Bu belə bir ərazidir. A or B. Bunun C ilə kəsişən yeri hansı hissədir? Bax, bu ərazini C ilə kəsişdiyimiz hissə, yəni bütöv buradır. Bu dilim. Buradan belə. Baxın, bura. Buranı bizə verib 200. 200 veribdir. İndi baxın, A ilə C-nin əndini biz buranı tapmışdıq 200. Buranı da bütövlükdə 200 veribsə, bu zaman bu hissəyə nə qalır? B ilə C-nin əndi hissəsinə qalır 0. Bura 0 qalır. Bizdən də istəyir. Nə istəyir? B-ni kəsişdir A or C ilə. Aha. B-nin kəsişməsin, B-ni kəsişdirək A or C ilə. Yəni, bax, bu ərazini. Bu B-ni kəsişdirməliyik. A or C buradan başlayır. Bax, A or, baxın, bu A or C-dir. Bunun B ilə kəsişən ərazisi düşür bura. Baxın, bu hissəyə, bax, bu hissəyə düşür. Buranı da biz A ilə B-ni, əndini 300 tapmışdıq. Burada 0 idi. 300 o da 0 elə bizə verər. 300-ü vermiş olar. 28. A or B or C-ni verib 450, B or C 260-dır və bunların əndlərinin birləşməsini istəyir bizdən. Aha. Orunu istəyir. A 290-dır. B-nin qiyməti yoxdur, C-ni də verməyibdir. B or C 260-dır. Bax, B or C nə haradır? Bax, oru. Buradan başlayır. Bura qədər. Orunu verib bizə 260. A 290-dır. A 290-dır. Bizdən nə istəyir? A and B or A and C. Hə. Bax, A ilə B-nin oru 260-dır. Bütövlükdə bura or isə 450-dir. İndi mən buranı tapa bilərəm də. Görək bura nə qədərdir ki, bunların hamısının cəmi 450 verməlidir bizə. O zaman yazarıq belə. X plus 260 bərabər edərik 450-yə. X də bərabər olar. 450-dən də 260-ı çıxsaq, alarıq 190. Aha. Mən bu X-i aldım 190. X-i 190 aldıq. Bizdən indi istənilən əraziyə baxaq. A and B. A ilə B-nin ənd hissəsi buradır.
Baxın, buradır. Bunu birləşdir. A or S ilə. A or S də buradır. Bax, bura. Bura. Bunun birləşməsi də bütövlükdə buranı istəyir demək bizdən. Baxın. Bax, bu hissəni bizdən istəyir. Bax, bu bütöv bu ərazini. İndi baxırıq nəyə? X-i tapdıq 190. Bütövlükdə bu dairə 290-dır. 190-ı bura düşəndə, deməli bu hissəyə nə düşər? Burada düşər 100. 100. 28. Bir də burada demək 32. 32-yə bax. A or B-nin S ilə kəsişmə hissəsini istəyir bizdən. Baxaq. A, B, S-ni verib 400. Düzdür? A or B 700-dür. Baxın. A or B. Bunların birləşməsi. Buranı bizə veribdir 700. 700 veribdir. A or B, A ilə B-nin orunun S ilə ənd olan hissəsi. S ilə kəsişən hissəsi hara düşür? Bunun S ilə kəsişən hissəsi buradır. A or B-nin S ilə kəsişən ərazisi buradır. Buranı da bizə veribdir. Buranı bizə verib 300. Buranı 300 veribdir. Bizdən nə istəyir? A or B or S-ni istəyir. A or B or S-ni istəyir. İndi baxaq görək, bura nə qədər düşər? Əgər bu bütöv dairə 400-dürsə, 400-ün 300-ü burada olanda, burada düşür 100-ü. Bura 100 düşür. A or B 700-dür. 700 bütöv bu 2 dənə dairə. Bunun da S ilə or eləsək, S ilə də oru 100 olur. Yəni bütöv bura 700-dürsə, burada qalan ərazi 100-dür. 700 ilə də 100-ü cəmləsək bizə verər 800. Cavab olar 800. Belə, artıq sual qalmadı. Bu qədər. Sağ olun, sağlıqla qalın.